Ermənistan ordusunun atəşkəsi yenidən pozması bölgədə gərginliyi artırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir. Bu barədə o, Estoniyada keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, Ermənistan regionda davamlı sülhə nail olmaq üçün qəti mövqeyə malikdir. Lakin Nikol Paşinyan və bəzi Ermənistan rəsmilərinin çıxışlarında verilən sülh vədlərini şərti sərhəddə atəşkəsi pozan güllə səsləri əsassız edir. Tallində keçirilən görüşlərdə sülhə sadiqlik nümayiş etdirən Paşinyan sərhəddə təxribatlara yaşıl işıq yandırır. Bu kimi davranışlarla rəsmi İrəvan sülhü əlində siyasi alətə, yalan vasitəsinə çevirir. Bütün bu proseslər fonunda Azərbaycan tərəfi maksimum təmkin nümayiş etdirir. Rəsmi Bakının əsas məqsədi sərhədlərin delimitasiyası, qarşılıqlı tanınma və qalıcı sülh müqaviləsinin imzalanmasıdır. Lakin təxribatlar davam edərsə, Azərbaycanın cavab haqqı hər zaman qüvvədədir. Bu, həm beynəlxalq hüquqa, həm də milli təhlükəsizliyə əsaslanan legitim mövqedir.